İranda məktəbi vuranda yeri göyü dağıdırdılar ki, bizim uşaqlara hədəf alıblar. Bəs yaxşı, sizin dronun nə ihtiyacı məktəbin yanında? Hələ bu körpə uşaqların qışqırtılarına baxın. Uşaqları çıxardı. Siz kimin səbrini sınayırsınız? Hadisədən sonra İranın səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və İrana nota verilib. Bunun ardınca Müdafiə Nazirliyi hər bir təhdidə cavab veriləcəyini bildirib. İran isə deyib ki, nə dron? Bizim drondan xəbərimiz yoxdur. Fars dili nağıl danışmaq üçün ən gözəl dildir. Ballandıra əruz vəznində danış getsin. Utanmadan deyirlər ki, xəbərimiz yoxdur. Özdə görüntülərdən dronun necə qətiyyətlə hava limanına çırpılmağını görmək olur. Ay Allah. Deyirlər ki, qonşularımıza heç nə eləmirik. Fars dilini bilən varsa bu hissəni hərf bə hərf tərcümə eləsin. Bizdə çörəyə qulağa yemirlər. O gün gəlib sizə başsağlığı verən ölkəyə qarşı bunu eləməyimizin bir adı var. Onu da siyasi dildə sizə izah edərik. Bizim bu torpaq üçün nələrə qadir olduğumuzu, nələr etdiyimizi 5 il əvvəl ən birinci sıradan İran izləyib. Yardım göndərdiyi Ermənistanın necə süründüyünü görüb. Biz yenə də həmin Azərbaycanıq. Bəs sizə kim kömək olacaq? Yasınıza gələn yeganə adamı dronla yola saldınız. Heç bilirsinizmi sizi nə ilə yola salarıq?